Aqua terrariuma. Yəni burada həm balıqlar var, həm də nələr var? Dinozavrlar. Dinozavr yoxdur zarafat edirəm. Burada ilan qurbağa açsan. Oy, məni saxlamaq mı olar? Ona bax. Deyir akulalar oyaqdılar. Yatmayıb. Nəysə bu səviyyəsiz zarafatdan sonra. Burada bizim timsahımız var. This is a crocodile. Oh my god. Oh my god. This is a crocodile. Bunlar deməli, o maraqlıdır, yanında o qədər balıq var. Gör nə qədər veytsiz adam ki, balıqdan birini atıb yemir. Çərəzdən, cipsi kimi bir şeydir. Götür bir ikisini şappıldaq göründən geçsinlər, ha. Biraz oyana durdana qadanalım. Rasim oyan soyuqda. Azının nə var mən gəlib çıxsam ma. Nə var mı mənlə? Az dikirdən ha. Mən sizə dedim ki, burada dinozavr var. Bax, inanmadınız. Prosto biraz ayaq üstə qalmaqdan quruyubdu, amma əsas odur ki, var. Bunların həyatı yaşayış dövründə 300-400 il yaşa, üst-üstə 1 kilometr yol getməyiblər. Nə deyir bu? Bu yaş şüfə. Bizi gətirəcəm onu, bura gəl. Eləmə bala, eləməsən. Eləmə görüm. Ay, uşaqlıqdan baş qoşma, dəlisən sən. Bu kimin adı? Buraya görüm, buraya görüm. Görüm, bizə kimə nə deyirsən? Bu balıq deyil. Bunlar adam yeyəndir. El arasında adam yeyən deyil, amma bunlar pirana balıqlardır. Piranalar, Səzərə, pirana. yəni yüksək səviyyədə pirana deyil bunlar. Ayda. Həqiqətən çox böyükdür. Yanlış məlumat verdim. Okean balıqları tam adı yoxdur. Oskara da oxşuyur. Necə atır, görürsün, bax belədir də. Amma yəni razılaşaq ki, oxşuyur da piranalara. Düzdür. Sağ ol, balaca olur. Amma birdən şey gəl. Deməli burada tutuquşlar. Makak meymunları. Deməli gəlin. Bu Afrika Grey Parrot, yəni Afrika papuqayıdır, amma burada görənmirəm onu. Bu kakadudur. Mən papuqaylar üzrə mütəxəssis olduğuma görə bu ilə bağlı deyə bilərəm. Bunlar Pakistanda sərçə kimi olan, məhəllə bacada o göydən yerə kak eləyən quşlardır. Bundan yəni hər yerdə var. Hər yerdə var. Bəli, içəri şəhərdə də var. Bunun bir də Ajeriya böyük versiyası var. Hə, ara budur bax. Ara var. Bax bu aradır. Bunların da 1000 dənə növü var da, bilmirəm bir hansı. Bunlar şey deyirlər ya. Hə də ara. Prosta Jako yoxdur. Jakon şəkli var, özü yox. Yəqin burada içəridədir. Jakolar stresə. Elə burada olur, doğru. Onun burada heç nə yoxdur. Deməli, bu gün gəlmişik Bakı Zooloji Parkına. Bu mənim 3-cü səfərim. Mənim də 2-3 səfər. Mikrofonu biraz daha 2 səfər olar. Hə, deməli, bu gün gəlmişik. Deməli, dünən yuxuda gördüm ki, bir dənə ayı çıxdı qabağıma, deyir, gəbala bura, nəsə stresə düşdü. Sən də dedin mi? Amma nədən mən? Nədən mən? Dedim, ay sağ ol. İndi bu gün gedirik həmin ayının yanına. Bu aya görə gəlir. Ayıya gedənə qədər hələ yolumuz uzundur. Buradan bütün heyvanları kadrajlaya gedəcək. Elnur'a buradan salam söyləyirəm. Elnur'la parkda gəzirik. Deyirəm də mən bütün təbiətdəki canlıların çoxunu Elnur'un biraz sayəsində öyrənmişəm. Bu qara quşu görmüşük onu. Budur da o. Hə. Qayıdıb nə desəm yaxşıdır? Qırmızı qaz.
O Elnur'un ağlında elə qaldı. Elnur həmişə onu görəndə deyir ki, deyir Xəlif bu quşdur, bu qırmızı qaz. Yəni belə lazımsız bir məlumat. Burada ən sevdiyim heyvanlardan biri var. Onlardan biri də gördüyünüz leoparddır. Nəyə görə çox sevirəm? Ümumiyyətlə pişikləri xoşlayıram və pişik nəslindən yaranan heyvanlardır da hamısı. Bəlkə pişik onun nəslinə yarar. Ola bilər, o da ola bilər, amma qohumdular əsas məsələ. Leopardlar ən çox Afrikada geniş yayılıb var. Bunların bir növü də var. Bunlara pars deyirlər. Anadolu parsı. Eşitmiş olarsan. Türkiyədə daha çox Anadolu yaylasında və bizim Zəngəzurda zətdə də var bunlar. Naxçıvanda da çox mükəmməl heyvanlar, mükəmməl Bir dənə sual verim. Leopardla Napolyon Bonaparte'ın nəsə bir əlaqəsi varmı? İkisinin də sonunda part sözü var. Yəni ikisi də partdadır. Sakit durun, burada çox qorxulu bir varlıq var. Yavaş-yavaş yaxınlaşın mənə. Ehtiyatla bu tərəfdən. Çox qorxuram həqiqətən yaxınlaşmağa. Bunun arxasındadır. Xəlq yavaş-yavaş ehtiyatla. Yaxınlaş, yaxınlaş. Dəli də nədir bu? Yaxınlaş. Vay, belə şey mi olur? Pisi, sen ne verirsen. Bunlar qaradır, ağ xalları var, yoxsa ağdır, qara xalları var? Elm bunu sübut eləyəməyib. Kim də oturub sayan? Görək biz burada nə gözləyir? Özdə ağ xətlər, qara xətlər deməsələ, ağ xallar yox. Mənsə xaldır. Xallarından qara qız. Deməli nədir məsələ? Bugün mənə 5 dənə zebra versinlər. 5-ini də otururam, skoç təsnər eləsinlər dənə gəzməsin. 5-ini də oturub sayıram, bu teoremi tamamilə çökərdirəm. Səncə burada 5 dənə sənin üçün heyvan seç desəydilər, hansı heyvan olmağını istəyərdin zooparkda? Hə, burada olmayanlardan. Bəli. Məsələn, fil görmək Təbii ki, istəyərdim. burada olmayanlardan. Burada olanları təzədən seçəsən ki. Fil görmək istəyərəm, zülafə görmək istəyərəm. Hər gün görə bilmədiyim şeylərdir də. Sonra canım sən desən, hansı ki mənim üçün çox maraqlı olan, mən həşəratları falan çox sevirəm. Qarışqa koloniyası görmək istəyərəm, həqiqi mənada. Yəni bir formikarium olsun. Çünki insanlar biraz qarışqa deyəndə tapdıyıb öldürmək kim düşünürlər, amma onları formikariumda saxlayanda onların çox maraqlı həyatı var. Koloniya şəkildə düşünməyi göstərirlər və şəffaf bir koloniya olsa insanlar qarışqaların yaşam şəraiti ilə tanış ola bilərlər. Bu da maraqlıdır mənim üçün. Bəli. Ondan sonra canım sizə desin ki, başqa bilmirəm. Belə düşünməmişəm. Açıq indi papuda atdığım bunlar. Hə, ikisi qaldı. Əslində ikisini də düşünə bilərəm. Məsələn, dünyanın ən güclü çənəsinə sahib su mamontlar da. Begamotlar. Begamot görmək istəyərəm. Çünki onlar hətta deyim ki, timsahdan belə güclüdür çənə sümüyü olaraq. Begamot görmək istəyərəm. Bir də ki, nə görmək istəyərəm, fikirləşsəm, kərkədan. 5 seçim 5 də maraqlıdır. Yəni bu da Elxanın heyvanlara qarşı olan marağından xəbər verir. Bəyənilsin. Sağ ol. Bəs sən? Cibinə çıxdı, Yox, mən məsəl üçün, çita görmək istəyərdim. Birinci çita görmək istəyərdim. Sonra məsələn çıngıraqlı yılan görmək istəyərdim. Hansı ki rattlesnake deyirlər. İki dənə oldu elə. Üçüncü görmək istədiyim panter, qara rəng. Çox xoşuma gəlir. Kərgədanı sən dedin də. Əslində kərgədanı mən də görmək istəyərdim. Yaxşı, onu da sayaq da, onda olar. Sayaq. Qaldı 2 dənə nə? Bir şey görmək istəyərdim. Grizzly ayısı. Grizzly ayısı bilsən də normal ayıdan fərqlidir, çox böyükdür. Grizzly ayısı 4. Başqa nə qaldı? Bir də son olaraq
Nə görmək istəyərdim? Yəqin ki, kral kobrasını görmək istəyərdim bir də. 5. Deməli, qarşıda emular var. Emu dəvə quşuları haqqında maraqlı məqamlar var. Bildiyiniz kimi bunların vətəni Avstraliyadır. Avstraliyada hətta maraqlı bir hadisə deyim ki, Onların vətəni Avstraliyadır, yoxsa Avstraliyaya gətiriliblər? Avstraliyaya gətiriblər və sayı durmadan artıb. Hətta emu müharibəsi deyə bir müharibə var tarixdə. Yəni bu gördüyünüz bu emular çox aqressiv quşlardır. Bunlarla insanlar bildiyiniz müharibə eləyiblər və hətta emular belə deyim də strateji bir plan qurublar. Belə şirin görünməyinə bax, düzdür şirin də deyil, amma yenə də yəni deməli Emu ilə olan hekayəni başda eşitdiyimə görə emuları bunlar eləyir. Deməli o vaxtı Avstraliyada döyüş gedir, qırğındır. Görürəm ki, emular girişib dana bizimkilərə. Mən o vaxtı Avstraliyada qohumlar var dana çağırıblar. Dedilər ki, nə olsa Elxandan çıxacaq. Getdim, qaqa gördüm emular. Nə qədərdir? 25 min emu gəlir üstümə. Dedim, nə qarmısan, nə yemsən? Əlimə bir dənə məşalə aldım, məşalə. Girişdim dana bunlara. Sağdan minənə, soldan minənə, hamısı yorulmuş toyuq kimi dana. Axşam da hamımız emu yedik. Yəni belə cüzdü, real söhbətlərdir. Sağ ol. Beləyik də, biz beləyik. Beyin çöndü, qanlanır. Bu arada emu demişkən söhbətimizi bağlamayaq. Burada bir şey maraqlı kengurular var. Burada kenguru. Efendim, kenguru sözünün mənası nə deməkdir? Kenguru, yəni ken kimdirsə o vaxtı suya düşüb quruyanda olub kenguru. Bəli, burada tamamilə atırsan. Sağ ol. Mədəni mənada dedin. Derin mən danışım. Deməli, hörmətli tamaşaçılar, təbii ki, indi yapay zeka var, hər şeyi öyrənə bilərsiniz, amma tam orası yadımda deyil. Avstraliyanı kəşf edən kim olub? James Cook. Səhv eləmirəmsə. James Cook Avstraliyaya çatanda orada yerli aborigenlər olub da. Onlarla danışmaq üçün ünsiyyət axtarırmış. Onlar da bunlara qarşı deyilmiş ki, kenguru, kenguru. Yəni kenguru sözünün mənası bilmirəm deməkdir. Başa düşdün Əxan? Və oradakı heyvan elə bil James Cook görüb bunu. Soruşub da ki, bu hansı heyvandır, adı nədir? Onlar da kenguru, kenguru deyiblər. Yəni ki, bilmirəm və ondan bəri də qalıb bunların adı kenguru. Dipnot xalqın dediyi heç nə inanmayın, araşdırın sonra dəqiqləşdirin. Yəni cavab azmış ola bilər. Deməli, gəldik. Yuxuda gördüyüm bütün şeyləri burada reallaşdırdıq. Gəzdik bütün zooparkı. Həqiqətən də çox maraqlıdır. Zooparkı ümumiyyətlə çox insan elə bilir ki, bu heyvanları əsarətdə saxlayırlar və s. Əsas məqsədi təbii ki, zooparkın tək işi bu deyil. Yəni ki, burada müxtəlif həyatda bir sözlə nəsli kəsilmə üzərində olan heyvanlar üzərində böyük işlər görürlər. Onların yenidən nəslin artırılması üçün təbiətə işlər görürlər. artırılıb təbiətə buraxmaq üçün. Eynən. Və pürüstəki xəstə heyvanlar, təbiətdə tapılan xəstə heyvanlar, burada bəlkə də gördüyünüz heyvanlar çox elədir. Yaralı, hansı ki, həyatda, təbiətdə qalsa ölməyə məhkum olan heyvanlar ki, onları burada yenidən həyata, ən azından cəmiyyətə az da olsa bir Həm də qatqı olaraq bir növ şeylər. belə yanaşaq da. Yəni zoopark düzdür, daha çox balacalar üçün nəzərdə tutulan bir yerdir ki, uşaqlar heyvanlara qarşı olan sevgi aşılamağı deyirik də. Bəli, bəli. Heyvanlara Ki, olan onlar sevgisi daha artsın. maraqlı olsun, onlar heyvanların nə hiss etdiklərini, onların necə yaşadıklarını, rəngini, növünü bilsinlər. Yəni hər şey kinolardan, cizgi filmdən ibarət deyil də. Məsələn, bir pələngin nə boyda olduğunu gəlib burada görə bilirsən. Yəni Bəli. şirin nə boyda olduğunu. Yəni Yeri gəlmişkən mən televizorda şirləri həmişə görəndə, uşaq vaxt baxanda da çox da böyük zənn eləmirdim. Ta ki mən məsələn ilk dəfə zooparkda gördüm, hərsə neçə il bundan, onda köhnə idi bura. Onda fərqinə vardım ki, həqiqətən aslan çox qat-qat böyük bir heyvan imiş. Ona görə yəni bura çox əslində gördüyüm qədər sadə, basic bir yer deyil. Bura çox böyük bir Bana çox gözəl düzəldiblər, yaxın. Əvvəlkindən çox qəşəngdir və Möhtəşəmdir. hələ də düzələ-düzələ davam edir. Ümid varıq daha dediyimiz bayaqki arzuladığımız heyvanlar da gələcək bura. Məncə də. Kolleksioner Ən azından mən sənə bir söz deyim. Mən burada həqiqətən sən dedin zürafə, fil. Fili yalan deyirəm, amma zürafə üçün yəni kifayət qədər qəşəng yerlər var. Fil biraz çox böyükdür. Gərək balaca fil gətirəsən. Sonra nə demişdik? Kərgədan. Bir də Xalid. Kərgədan üçün var da yerlər çoxdur. Məncə maraqlı olardı. Xaliq əslində bax yarı-yarıya ya keçəldir, ya keçəl deyil. İkisi arasında qaldığına görə məncə onun üçün burada yer ayrılmalı. Yəni o da Gənə videoya soxdun da. həmişə qarı qaratmasam olmaz da. Əxan, zarafatsız.
Buranın həqiqətən park kimi də gözəldir. Zoopark kimi də gözəldir. İndi biz bayaqdan gəzdiyi ərazidə uşaqlar nə qədər maraqla baxırdılar. Düzdür, biz onları çəkmirik. Çünki etik deyil. Amma uşaqlar mən gördüyüm qədər dəhşət çox əylənirlər. Valla şəhərdə belə pis çıxmasın. Hər yer restorandır da. Amma görsən belə gözəl yerlər də var. Gəlirsən asudə vaxtını dəyərləndirirsən. Çox sağ olun. Videonu bəyənib paylaşmağı, şərh yazmağı unutmayın. Növbəti hara gedək onu da şərhdə yazsaz. Sevinərik. Və bu arada bu zoopark videomuz hardan çıxdı? Heç nə. Səhər-səhər Eyxana durduq yerdə yazdım ki, gedək zooparka, Eyxan dedi gedək. Yəni belə dostlar olmalıdır ki, yəni sorğulamamalıdır da. Gedək, getdik. Eyxan sabah gedirik Palçıq vulkanlarına. Yox. Kısa konkret. Sağ olun.